Salam müəllimlər, bugün mən sizə 6-cı sinifin 17-ci mövzusu olan detalların lehimləmə ilə birləşdirilməsi mövzusu haqqında məlumat verəcəm. Lehimləmə nədir? Lehimləmə, ərinmiş lehimin köməyi ilə əsasən metalların qırılmaz əlaqəsinin əldə edilməsi bir prosesidir. Lehimləmə zamanı əsas materialla məmulatın birləşdirəcək hissələri arasındakı boşluqlar doldurulmuş olur. Müəllimələr, lehimləmənin açar sözlərini deyəcəm. İlk öncə onu yadınızda saxlayın ki, lehimləmə bir əməliyyatdır, yəni bir prosesdir. Bunun açar sözləri olacaq. Açar sözümüz olacaq ərinmiş lehimin. Bax müəllimələr, ərinmiş lehimin. Lehimləmə bir prosesdir, əməliyyatdır. Bu əməliyyatdırsa, deməli tərifində ərinmiş lehimin, yəni lehim nədir? Lehimləmə proseslər lehimin adını çəkir, yəni ərintinin adını çəkmiş olacaq. Bir açar məqamımız bu. İkinci açar məqamımız isə ondan ibarətdir ki, metalların qırılmaz. İkinci açar məqamımız da budur. Bəs lehimləmədən harada istifadə olunur? Lehimləmədən maşın qayırmada, cihaz qayırmada, radioelektrotexnikada, qida sənayesində və məişətdə geniş istifadə edilmiş olur. Bir çox tikinti materialları da lehimləmək olar. Bəs bu tikinti materialları hansılardır? Bax müəllimələr, poladdır, çuğundur, şüşədir, keramikadır. O cümlədən də qrafit ki, bunlar tikinti materialları hesab edilir və bunları lehimləmək olurlar. Bir də tikinti materialı deyəndə, bax qara metallar. 2 dənə qara metalları yadınızda saxlayın. Polad, çuğun. Ondan sonra şüşəni gəlin, keramikanı, bir də qrafiki. Bunları yadınızda salın və belə yadda saxlasaz sizə daha asan olacaq və testlərdə də tez rahatlıqla tapmış olacaqsınız. Bu zaman müxtəlif növ lehimlərdən və lehimləmə üsullarından istifadə edilir. Lehimləməni bəs hansı alətlərlə yerinə yetirmək olar? Lehimləməni əl və elektrik lehimləmə aləti ilə və əl və elektrik lehimləmə aləti ilə infraqırmızı şüalarla və lazerlərlə yerinə yetirmək olar. Bəs müəllimələr, lehimləmə üçün əsas vasitə nə olacaq? Əlbəttə ki, lehimləmə üçün əsas vasitəmiz olacaq lehimləmə aləti. Lehimləmə aləti, baxaq görək, hansı hissələrdən ibarətdir? Lehimləmə aləti elektrik çəngəlindən, şnurdan, dəstəkdən, gövdədən, dəliklərdən, vintdən, qızdırıcıdan və iynə hissəsindən ibarətdir. Müəllimələr, indi isə lehim nədir bəs? Ona baxaq. Lehim isə lehimləmə zamanı birləşdiriləcək səthlərdəki boşluğu doldurmaq üçün möhkəm tikiş əldə etmək məqsədi ilə istifadə olunan metal və ya ərintidir. İndi isə mən sizə lehimin açar məqamlarını deyəcəm. Bax, burada lehimləmədə dedik ki, lehimləmə bir prosesdir. Prosesdirsə, burada nəyin adını çəkdik? Lehimin adını çəkdik. Bax, ərinmiş lehimin köməyi ilə lehimin adını çəkdik. Ancaq lehimdə isə, baxın, lehimləmə zamanı. Lehimdə isə lehimləmə zamanı, yəni prosesin adını, artıq burada isə prosesin adını çəkmiş oluruq. Lehimləmə zamanı bir açar məqam, ikinci açar məqam möhkəm tikiş əldə etmək, üçüncü açar məqamımız isə metal və ərintidir. Bu açar məqamları kitabınızda qeyd edəsiniz. Metalları lehimləməyə başlamazdan əvvəl onların səthini nəyin köməyi ilə təmizləmək olar? Metalları lehimləməzdən əvvəl onların səthini flüslərin köməyi ilə təmizləmək lazımdır müəllimələr. Bax, buradakı şəkillərə diqqət yetirək. Bu nədir? Bax, bu lehimdir. Eyni zamanda qalay da adlanır. Bu sarı rəngdə olan isə kanifoldur. Müəllimələr, gəlin baxaq görək bəs flüs nədir?
Flüs isə lehimlənən səthləri çirkləmədən qorumaq üçün hazırlanmış kimyəvi maddədir. Necə maddədir? Kimyəvi maddədir. Bax, flüsün isə açar məqamı olacaq kimyəvi maddə. Bir də çirkləmədən qorumaq. Səthləri çirkləmədən qorumaqdır, kimyəvi maddədir. Bu da flüsün açar sözüdür. Lehimləmə flüslər sayəsində lehim birləşdirəcək hissələrə daha yaxşı yapışmış olur. Bəs müəllimələr, lehimləmə işləri apararkən flüs olaraq nədən istifadə edə bilərik? Flüs olaraq isə bu zaman kanifoldan istifadə edə bilərik. Nədən istifadə edə bilərik? Kanifoldan istifadə edə bilərik. Kanifol nədir? Kanifol isə şam qətranının distillətəsindən əldə edilən sarımtıl qəhvəyi rəngdə qətran maddəsidir. Kanifolun isə açar məqamı qətran maddəsidir. Daha sonra şam qətranıdır, sarımtıl qəhvəyi sözləri gördüksə, bilin ki, bu da kanifolun açar məqamıdır. Kanifoldan nəyi lehimləyə bilərik? Kanifoldan misi, latunu, elektrik və radio avadanlıqlarının hissələrini və məftilləri lehimləmək üçün məhz kanifoldan istifadə edilir. Dedik nəyi? Misi, latunu, elektrik və radio avadanlıqlarının, bax müəllimələr, hissələrini, məftilləri, bir də məftilləri kanifoldan istifadə edərək lehimləyə bilərik. Lehimləmək üçün iş yerini necə hazırlamaq lazımdır? Gəlin isə birlikdə baxaq görək, lehimləmək üçün iş yerini necə hazırlamaq lazımdır? İşə başlamazdan əvvəl iş yerini düzgün təşkil etmək lazımdır. Yəni, bizə lazım olan alət və materialları hazırlamaq lazımdır. Eyni zamanda lehimləməni atlıq taxta üzərində yerinə yetirmək lazımdır. Nəyin üzərində? Atlıq taxta üzərində yerinə yetirmək lazımdır. Lehimlənəcək yer bütün artıq hissəciklərdən. Hissəciklər deyəndə çirkdir, pasdır, yağdır. Bax, bunlar nəzərdə tutulur. Bunları təmizləmək lazımdır. Təmizləmək üçün isə bu zaman yeyə və metal fırçadan istifadə edərək onların səthlərini təmizləyə bilərik. Lehimləmə necə yerinə yetirilir? İndi isə baxaq görək, lehimləməni necə yerinə yetirmək lazımdır. Lehimləməni necə yerinə yetirmək lazımdır? Lehimləmə alətini ilk öncə nə etmək lazımdır? İlk öncə lehimləmə alətini qızdırmaq lazımdır. Lehimləmə alətini qızdırdıqdan sonra onu bir neçə saniyə kanifola batırmaq lazımdır. Birinci qızdırırıq, İkinci əməliyyatımız bir neçə saniyə kanifola batırırıq. İkinci kanifola batırırıq. Daha sonra lehimləmə alətinin iynəsinin ucu ilə 1 və 2 damla lehim götürürük. Üçüncüsü nədir? Üçüncüsü isə lehim götürürük. Lehimləmə alətinin iynəsinin ucu lehim təbəqəsi ilə örtülənə qədər kanifol parçası üzərində saxlanılmalıdır. Deməli, lehimləmə necə yerinə yetirildi? Birinci növbədə lehimləmə alətini qızdırırıq. İkinci növbədə onu qızdırdıqdan sonra, yəni lehimləmə alətini bir neçə saniyə kanifola batırırıq. Kanifola batırdıqdan sonra lehimləmə alətinin iynəsi ilə 1-2 damla lehim götürürük və lehim götürdükdən sonra iynənin ucu lehim təbəqəsi ilə örtülənə qədər kanifol parçası üzərində saxlanmalıdır. Lehimləməni bu cür yerinə yetirmək lazımdır. Yəni, 4 ardıcıllıqdan ibarətdir. Lehimləmə zamanı səhvlər və onların qarşısını alma üsulları vardır. Baxaq görək hansı səhvlər var və onların qarşısını necə ala bilərik. Lehimlənəcək hissələr pis təmizlənmiş və ya yağdan azad edilməmişdir. Bax, pis təmizlənmiş və yaxud da ki, yağdan azad edilməmişdir. Bu cür birləşmələr möhkəm olmur. Odur ki, lehimləmə yerlərini əsaslı sürətdə təmizləmək və yağsızlaşdırmaq lazımdır. Lehimləmə aləti işə zəif hazırlanmışdır və lehimləmə alətini yeyə ilə təkrar təmizləyib və onun iynəsini qalaylamaq lazımdır.
Lehimləmə zamanı səhvlər və onların qarşısını alma üsulları bunlar oldu. Bəs hansı təhlükəsizlik qaydaları vardır? İndi isə gəlin birlikdə həmin təhlükəsizlik qaydaları da nəzər salaq. İşə yararlı alətlə işləmək lazımdır. İşə başlamazdan əvvəl şəbəkənin gərginliyini elektrik lehimləmə alətinin gərginliyinə uyğun olduğuna əmin olmaq lazımdır. İşin sonunda lehimləmə alətini elektrik şəbəkəsindən ayrılmasına və onun atlıq üzərinə olmasına əmin olmaq lazımdır. Yəni biz işlədikdən sonra lehimləmə alətini atlıq üzərinə qoymalıyıq. 4-cü qaydamız lehimləmə havalandırma ilə təchiz olunmuş iş yerində aparılmalıdır. Bəli, lehimləmə zamanı, yəni biz otaqdayıqsa, otağın havasını nə etmək lazımdır? Yəni havasını dəyişmək lazımdır. Bu zaman, yəni havasını dəyişməsə, bu bizim zəhərlənməmizə səbəb ola bilər. Odur ki, lehimləmə işini yerinə yetirən zaman otağın havasını dəyişmək lazımdır. Qızmış lehimləmə aləti və hissələri ilə ehtiyatlı davranmaq lazımdır. Əlbəttə ki, ona görə ehtiyatlı davranmalıyıq ki, yəni isti halda qızmış, yəni lehimləmə aləti isti vəziyyətdə o bizi yandıra bilər. Ona görə də ehtiyatlı davranmaq lazımdır. Bugünkü izahımız da bu qədər müəllimələr. Hələlik.